Müasir dövrdə dünya siyasətində ciddi geostrateji dəyişikliklər baş verir. Qlobal və regional güclər arasında ixtilaflar artır, beynəlxalq münasibətlər sistemində gərginlik davam edir, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma hökm sürür. Müvafiq olaraq beynəlxalq münasibətlər sistemində yeni çağırışlar meydana gəlir. Belə bir vaxtda milli dövlətlərin həyata keçirdikləri müstəqil daxili və xarici siyasət onların beynəlxalq münasibətlər sistemində yerini və rolunu müəyyənləşdirir. Bu nöqteyi nəzərdən Azərbaycanın milli maraqlara uyğun, müstəqil və balanslaşdırılmış xarici siyasəti ölkəmizin regional və qlobal arenada mövqelərini gücləndirir. Son aylarda Azərbaycan liderinin həyata keçirdiyi görüşlər, rəsmi səfərlər və iştirak etdiyi regional və beynəlxalq əhəmiyyətli tədbirlər bugün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətli rolunun əyani göstəricisidir. Elə təkcə ötən 2 həftə ərzində Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında, daha sonra Danimarkada Avropa Siyasi Birliyinin sammitində iştirak edib. BMT-nin tribunasından cənab Prezident Azərbaycanın prinsipial xarici siyasətini təqdim etdi. Və düşünürəm ki, bu vacib idi ki, dünya Azərbaycanın mövqeyin eşitsin və o prinsipial mövqeyi qəbul etsin. Kopenhagen görüşündə Avropa liderlərin yığıncağından istifadə edərək, təbii Azərbaycan prezidenti birinci növbədə iki tərəfli görüşlərə və danışıqlara üstünlük vermişdi. Avropa Birliyi'nin rəhbərliyi ilə demək olar ki, çox gərgin münasibətimiz olan Fransa rəhbərliyi ilə dialoq vacib idi, bərpa olundu və düşünürəm ki, o da öz müsbət təsirini göstərəcək. Eləcə də bu həftə ölkəmiz qlobal gücə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşünə ev sahibliyi edib. Sammit çərçivəsində mühüm nəticələr əldə olunub və yekun bəyannamə imzalanıb. Bugün isə Azərbaycan lideri MDB dövlət başçılarının iclasında iştirak edir, bu çərçivədə vacib görüşlər həyata keçirir. Bu onu göstərir ki, Azərbaycan bütün region və regiondan xaric olan mühüm toplantılarda iştirak edir və bu Azərbaycanın artan nüfuzundan xəbər verir. Regionda və dünyada elə mühüm siyasi, iqtisadi, geosiyasi, enerji məsələlərin müzakirə olunduğu platforma yoxdur ki, Azərbaycan burada iştirak etməsin və yaxud Azərbaycanın mövqeyinə, Azərbaycanın düşüncəsinə və Azərbaycanın region ilə bağlı ümumi baxışlarına ehtiyac duyulmasın. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradıb və Azərbaycan lideri bu reallıqları beynəlxalq arenada qəbul etdirməyi bacarıb. Bütün bunlar fonunda Azərbaycanın beynəlxalq müstəvidə gücü, mövqeyi, həm də bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı da əhəmiyyətli dərəcədə artıb. Ölkə başçısının səfərləri, keçirdiyi görüşlər, mühüm beynəlxalq tədbirlərə dəvət alması bunun bariz göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın yürütdüyü xarici siyasət kursu yaratdığı mənzərə beynəlxalq münasibətlər sistemində unikal bir nümunə kimi çıxış edir.